Salam əziz şagirdlər. Üzeyir Paşa kanalında sizin hər birinizi xoş gördük. Bugün 6-cı sinif riyaziyyat kitabının birinci hissəsindən səhifə 113, 114, 115 və 116-da olan tapşırıqların və dərsin izahına bir yerdə baxacağıq. Kanalımıza abunə olub videolarımızı like etməyi unutmayın. Dərsimiz düzbucaqlı koordinat sistemində simmetriya və yer dəyişmədir. Öyrənmədə bizə deyir ki, düzbucaqlı koordinat sistemində simmetriya. Koordinat sistemində nöqtənin apsisini dəyişməyib, ordinatın əksi ilə əvəz etdikdə bu nöqtə apsis oxuna nəzərən simmetrik nöqtə alınır. Apsis oxu hansı oxudur? X oxu. Deməli, məsəl üçün -2, 3 nöqtəsini apsisə nəzərən, yəni X-ə nəzərən simmetriya ediriksə, X-ə dəymirik. Ordinatın, yəni Y-in işarəsinin əksinə dəyişəcək. Yəni, -2 olduğu kimi qalır, çünki X-a nəzərəndir. 3-ün işarəsini dəyişib -3 olaraq yazırıq. Apsis oxuna nəzərən olanda, deməli, apsis olduğu kimi qalacaq, ordinatın işarəsini dəyişəcək. Ordinat oxuna nəzərən, yəni Y-ə nəzərən simmetriyada isə, məsəl üçün, -2, 3 nöqtəsini Y oxuna görə nəzərən simmetriya ediriksə, Y olduğu kimi qalacaq, X-i əksinə dəyişəcək. Yəni, 3 olduğu kimi qalacaq, -2-in əksi 2 olaraq yazılacaq. Verilmiş çoxbucaqlıya apsis və ya ordinat oxuna nəzərən simmetrik fiqur qurmaq üçün onun təpə nöqtələrinə simmetrik nöqtələr qurulur və ardıcıl birləşdirilir. Məsələn, şəkildəki ABC üçbucağına ordinat oxuna nəzərən simmetrik fiqur qurduqda A1, B1, C1 üçbucağı alınır. A -4, 1 nöqtəsi, -4, 1 nöqtəsi bunun Y oxuna nəzərən deyildiyinə görə Y olduğu kimi qalır. X-i -4-dən 4-ə keçir. -2, 1 nöqtəsində Y olduğu kimi qalır. -2-in əksi 2 olaraq yazılır. Buradadır, görürsünüz. C nöqtəsi -4, 4 nöqtəsində 4 olduğu kimi qalır. -4 əksinə dəyişib 4 olur. Burada yazılıb. Yadda saxla, apsis və ya ordinat oxuna nəzərən simmetriyadan alınan fiqur əvvəlki fiqurla konqurentdir. Məsələn, şəkildəki ABC və A1, B1, C1 üçbucaqları konqurentdir. Yəni, burada gördüyünüz ABC-nin bütün tərəfləri və bütün bucaqları A1, B1, C1 üçbucağının bütün tərəfləri və bütün bucaqlarına bərabərdir. Səhifə 114-dəki tapşırıqlarla davam edək. Suallara cavab verin və uyğun nöqtələrin koordinatlarını yazın. A bəndi. A nöqtəsinə apsis oxuna nəzərən simmetrik nöqtə hansıdır? A nöqtəsinin koordinatları -4, 3-dür. Bizə deyir ki, apsis oxuna nəzərən, yəni X oxuna nəzərən simmetriyada X olduğu kimi qalacaq, Y-i dəyişiləcək, olacaq -3. İndi biz -4, -3 nöqtəsini tapmalıyıq. -4, -3 nöqtəsi hansı nöqtədir? P nöqtəsidir. Deməli, bu P nöqtəsinə keçir. B variantı. Y nöqtəsinə ordinat oxuna nəzərən simmetrik olan hansıdır? Y nöqtəsinin koordinatlarını tapaq. Y nöqtəsi 4, 3-dür. 4, 3-dür. Bu, ordinat oxuna, yəni Y oxuna nəzərən simmetrikdə ordinatı olduğu kimi saxlayacaq, yəni 3 olduğu kimi qalacaq, 4 əksinə dəyişəcək, -4, 3 nöqtəsi olacaq. Deməli, X-imiz -4, Y-imiz 3. Hansı nöqtəyə keçdi? A nöqtəsinə keçdi. Deməli, bu keçəcək A nöqtəsinə. C bəndinə baxaq. Hansı nöqtələr apsis oxuna nəzərən simmetrikdir? Apsis, yəni X-ə nəzərən simmetrik. Burası A-sı 3-dür, P-si -3-dür. Deməli, A və P sonra
D 3-dür, R mənfi 3-dür. D və R. Sonra Y nöqtəsi də 3-dədir, C nöqtəsi mənfi 3-dədir. Deməli, Y və C nöqtələri absis oxunun nəzərən simmetrikdirlər. Baxaq D variantına. Hansı nöqtələr ordinat oxuna nəzərən simmetrikdir, yəni Y oxuna nəzərən? A ilə Y. Niyə? Bunu mənfi 4-dədir, X-i, bunda isə müsbət 4-dədir. A və Y. Sonra M nöqtəsi mənfi 3-dədir, M nöqtəsi C isə müsbət 3-dədir. Deməli, M və C nöqtələri Y oxuna nəzərən simmetrikdirlər. B nöqtəsinə baxıram. B nöqtəsi mənfi 4-dür, F nöqtəsi müsbət 4-dür. Deməli, B və F nöqtələri də simmetrikdirlər. Bir də P nöqtəmiz mənfi 4-dədir, C nöqtəmiz müsbət 4-dədir. Deməli, P və C nöqtələri də ordinat oxuna nəzərən simmetrikdirlər. Birinci tapşırığın həlləri bunlar idi. İkinci tapşırıqla davam edək. Verilən nöqtələrə absis oxuna, ordinat oxuna nəzərən simmetrik nöqtəni qurun. Birinci A variantına görə, yəni absis oxuna nəzərən tapacağıq. Deməli, B 1-5 nöqtəsi keçir, 1 olduğu kimi qalacaq, 1 mənfi 5-ə. C 2 mənfi 2 nöqtəsi, buna deyək B1. B1. Bu olacaq, absisə nəzərən deyildiyinə görə 2 qalacaq, mənfi 2-də olacaq, müsbət 2-yə keçəcək. D nöqtəsi mənfi 3, 4 keçəcək, D1, mənfi 3, mənfi 4-ə. Absisə nəzərən deyəndə absis olduğu kimi qalır. Y nöqtəsi 5, mənfi 2 keçəcək, Y1-ə, Y1 də olacaq, 5, müsbət 2. C nöqtəsi 3, müsbət 3 keçəcək C1 nöqtəsinə, o da 3, mənfi 3 qalacaq. H nöqtəsi mənfi 4, mənfi 5 keçəcək H1-ə, X olduğu kimi qalacaq, mənfi 5 olacaq, müsbət 5. M1 nöqtəsi mənfi 1, 1 nöqtəsi keçəcək M1-ə, mənfi 1, mənfi 1 nöqtəsi olacaq. İndi bu simmetrik nöqtələri gəlin koordinat oxları üzərində göstərək. B1-5 nöqtəsi, 1-5 nöqtəsi buradır. B keçəcək 1 mənfi 5-ə. 1 mənfi 5-ə. Bura keçəcək, olacaq B1. C2 mənfi 2 nöqtəsi, X-imiz 2, Y-imiz mənfi 2. Bura olacaq C nöqtəsi, keçəcək 2, 2 nöqtəsinə. 2, 2 nöqtəsinə, bura. C1-ə. D mənfi 3, 4 nöqtəsi, mənfi 3, müsbət 4. Mənfi 3, müsbət 4 nöqtəsi buradır. Bura D-dir. Keçəcək mənfi 3, mənfi 4-ə. Mənfi 3, mənfi 4-ə. Bura keçəcək, olacaq D1. Y nöqtəsi 5, mənfi 2. 5, X-imiz 5, Y-imiz mənfi 2. Buradır. Bura Y nöqtəsi keçəcək 5, müsbət 2-yə. 5, müsbət 2. Bu nöqtəyə gedəcək Y1. C nöqtəsi 3, 3. X-imiz də 3, Y-imiz də 3. Bu nöqtə olacaq C nöqtəsi. Keçəcək 3, mənfi 3-ə. Bu nöqtəyə keçəcək, olacaq C1 nöqtəsi. H mənfi 4, mənfi 5. Mənfi 4, mənfi 5. Bu nöqtə olacaq H nöqtəsi. Keçəcək mənfi 4, müsbət 5-ə. Mənfi 4, müsbət 5-ə. Bura olacaq H1.
və sonuncu m-1 nöqtəsi. -1 nöqtəsi bu nöqtədə keçəcək m-dir bura. Olacaq -1 -1. -1 bu nöqtədə olacaq m1 nöqtəsi. Bu A variantının izahları idi. Keçək B variantına. B variantında ordinat oxuna nəzərən. Ordinata nəzərən deyəndə artıq ordinat qalacaq, biz x-i, y qalacaq, x-i dəyişəcək. B1 5 nöqtəsi keçəcək B2 -1 5 nöqtəsi olacaq. C2 -2 nöqtəsi olacaq C2 -2 -2 nöqtəsi. Y-i saxlayacaq ordinatda, y-i saxlayın. D -3 4-də keçəcək D2-yə olacaq -3 -4. Y 5 -2 nöqtəsi keçəcək Y2-yə olacaq -5 -2. F -4 -1 keçəcək F2 4 -1-ə. C 3 nöqtəsi keçəcək olacaq C2 -3 3 nöqtəsi. H nöqtəsi -4 -5-dən keçəcək H2-yə olacaq -4 -5. Və sonuncu m-1 1 nöqtəsi keçəcək M2-yə olacaq 1 -1, daha doğrusu 1 nöqtəsi. Və gəlin bunu nöqtələri quraq. Deməli, B1 5 nöqtəsi, 1 5 nöqtəsi. Bu B-dirsə, -1 5 nöqtəsi bura olacaq B2. C2 -2 nöqtəsi, 2 -2 nöqtəsi. Bura C-dirsə, -2 -2 nöqtəsi olacaq C2. D -3 4 nöqtəsi, -3 -4. Bura əgər D-dirsə, D2 olacaq -3 -4 olacaq D2. Y 5 -2 5 -2 buradır. Y nöqtəsi olacaq -5 -2 -5 -2 nöqtəsi olacaq Y2. F -4 -1 -4 -1. Bu nöqtə əgər F nöqtəsidirsə, -4 -1 nöqtəsi, -4 -1 nöqtəsi olacaq F2. G 3 nöqtəsi, 3 nöqtəsi, bura əgər G-dirsə, -3 nöqtəsi olacaq C2. H -4 -5 -4 -5 nöqtəsi buradır. H-dırsa olacaq -4 -5 -4 -5 olacaq H2. M -1 -1 -1 -1 nöqtəsi buradır. M-dirsə -1 -1 nöqtəsi bura olacaq M1. M2. Bu da bizim nöqtələrimizdir. Bu çalışmanı da bitirdik. Keçək növbəti çalışmaya. Üçüncü tapşırıqda deyir ki, qeyd edilmiş koordinat oxuna nəzərən verilən fiqura simmetrik fiqur çəkin. A variantında və B variantında deyir apsis oxuna nəzərən. Burada nə edəcək? Baxırıq ki,
A-dan, A nöqtəsindən X nöqtəsinə 1 damadır, yəni 1 ölçüdür. Buradan da 1 ölçü aşağı düşürük. Bura olur A nöqtəsi. B nöqtəsindən X-ə 1, 2, 3 damadır. Biz də buradan X-dan 3 dama aşağı düşürük. 1, 2, 3. Burada olur bizim B nöqtəmiz. Və A ilə B-ni nə edirik? Birləşdiririk. Bu da olur bizim AB düz xəttimiz. B variantına baxaq. B variantında X oxuna, absiz oxuna nəzərən, yəni X oxuna nəzərən simmetrik etməliyik. Gəlin birinci C nöqtəsindən başlayaq. C nöqtəsindən X oxuna bir ölçü var idi. Buradan da X-dan da bir dənə düşürəm aşağıya. Sonra Y-dən X-a bir dənədir. Buradan da bir dənə düşürəm X-dan. Sonra B nöqtəsindən X-ə qədər 1, 2, 3 dənə məsafə var. X-dan da 3 dənə aşağı düşürəm. 1, 2, 3. Bura olur B nöqtəsi. Buna deyək A1, B1. Buna deyək B1. Bura olur C1. Burada olur Y1. İndi gəlin bunları birləşdirək. C1 ilə Y1-i birləşdirək. Çox çəkdik. C1 ilə Y1-i birləşdirək. Bunu birləşdirək. Buradan da bura çəkək. Oldu bizim simmetrik figurumuz. İndi C variantında deyir ki, ordinat oxuna nəzərən, yəni Y oxuna nəzərən simmetrik keçirəcəyik. C nöqtəmiz bu nöqtədən Y-ə bir damadır. Buradan da bir dama gedəcək. Olacaq C1. F nöqtəsindən Y-ə 1, 2, 3 damadır. Buradan da 3 dama gedəcək. 1, 2, 3. Burada olacaq F1. Və bu iki nöqtəni birləşdirən bir düz xətt çəkəcəyik. Bu da oldu bizim F1, C1 xəttimiz. Gəldik D nöqtəsi, D variantına. Burada da belə bir düz bucaqlı verilib. Bunu ordinat oxuna nəzərən simmetrik etməliyik. N nöqtəsi ilə Y oxunun arasındakı məsafə bir dənə damadır. Biz də bir dənə dama bura M1 yazacağıq. M nöqtəsindən Y-ə 1, 2, 3 dənə damadır. Buradan da 3 dənə dama. 1, 2, 3 dənə dama olacaq M1. K-dan Y-ə 1 damadır. Buradan da 1 dama K1. P-dən Y-ə 1, 2, 3 damadır. Buradan da 1, 2, 3 dama P1 yazacağıq və bu nöqtələri birləşdirəcəyik. Bu da bizim oldu simmetrik figurumuz. Dördüncü tapşırıqla davam edək. Uyğun oxlara nəzərən verilmiş figura simmetrik figur çəkin, qeyd olunmuş nöqtələrin və onlara simmetrik nöqtələrin koordinatlarını yazın. Deməli, absiz oxuna nəzərən simmetrik edəcəyik. Absiz oxuna, yəni X oxuna nəzərən simmetrikdə. Bu nöqtəyə baxsaq, buradan X-a bir dənədir. X-dan da bura bir dənə qoyacaq. Sonra A-dan X-a 2 dənədir. A-dan 2 dənə qoyacaq. Bura olacaq A1. A1. Sonra bunun paralelində yanında bir xətt. Sonra burada müsbət 3-dən 0-a 3 dənə damadsa, 3 dənə də aşağı düşəcək. Bura olacaq əsas bu nöqtələrdir. Deməli, bu nöqtə, bu nöqtə, bu nöqtə, bu nöqtə. Sonra 3-dən bu nöqtədən X-a 2 damadır. Buradan da 2 dama
bura olacaq. Daha sonra buradan 2 dama yenə 2 dama bura olacaq. Buradan bu nöqtədən x-ə 1 damadır, bu da 1 dama olacaq. Digəri də buradadır. Gəlin indi bunları birləşdirək. Bunları birləşdirəndən sonra görürsünüz, bu cür fiqur aldıq. İndi keçək B variantına. B variantında deyir ki, ordinat oxuna nəzərən, yəni Y oxuna nəzərən simmetrik edəcək. Bu nöqtədən Y-ə 1 damadır, burada 1 dama qoyacaq. Daha sonra bu nöqtə mənfi 2-nin üzərindədir, burada da müsbət 2-nin üzərində olacaq. Digər nöqtə mənfi 1-in üzərindədir, bu da müsbət 1-in üzərində olacaq. Digər nöqtə mənfi 1, 2-dir, buradan yəni bura 1 damadır, bu da 1 dama olacaq. Və bunları birləşdirəcəyik. Belə. Birləşdirdik, bunu bununla birləşdirəcəyik. Daha sonra bir nöqtəsinə gətirəcəyik. Buradan 2 dama aşağıya çəkirik və bunu burayla birləşdirəndə biz şam ağacının təsvirini ala bildik. Səhifə 114-ü bitirdik, keçək səhifə 115-ə. Düzbucaqlı koordinat sistemində yer dəyişmə. Koordinat sistemində üfüqi düz xətt boyunca yer dəyişmə nəticəsində nöqtələrin apsisi, şaquli, düz xətt boyunca yer dəyişmə nəticəsində isə ordinat dəyişir. Deməli, üfüqüdə biz öyrənmişdik ki, apsis, şaquldə isə ordinat oxu dəyişəcək. Məsələn, 1-3 nöqtəmiz 2 vahid yuxarı qalxırsa, onda biz x-ımızı qalacaq yerində y-i 2 vahid artıracaq. Yəni 3-ün üstünə 2 gələcək, 5 edəcək, olacaq 1, 5. Məsələn, 1, 3, 5 vahid aşağı düşürsə, yenə x olduğu kimi qalacaq. Y-imizdən 3-dən 5 çıxacaq, edəcək -2. 4 vahid əgər sağa gedirsə, onda y olduğu kimi qalacaq. X-ımız üzərinə 4 gəlinəcək, edəcək 5. 3 vahid sola gedirsə, sola gedəndə də yenə y olduğu kimi qalacaq. X-ımızdan 3 çıxılacaq, edəcək -2. Koordinat sistemində çoxbucaqlının yer dəyişməsi nəticəsində alınan fiquru qurmaq üçün onun bütün təpə nöqtələri uyğun istiqamətdə eyni vahid qədər köçürülür və ardıcıl olaraq birləşdirilir. Məsələn, şəkildəki ABC üçbucağının 5 vahid sağa yerini dəyişdikdə A1, B1, C1 üçbucağı alınır. Məsələn, ABC əgər 5 vahid sağa gedibsə, Y-lər olduğu kimi qalacaq, X-lərin üzərinə 5 gəlinəcək. -4-ün üzərinə 5 gələndə 1, -4-ün üzərinə -2-nin üzərinə 5 gələndə 3, -4-ün üzərinə 5 gələndə 1 edəcək. Yadda saxla. Yerdəyişmə nəticəsində alınan fiqur əvvəlkinə konqurentdir. Məsələn, şəkildə ABC və A1, B1, C1 üçbucaqları konqurentdir. Konqurent nədir demişdik? Bütün tərəfləri, yəni uyğun tərəfləri bir-birinə bərabərdir və bütün bucaqları da bir-birinə bərabərdir. Uyğun bucaqlar da bir-birinə bərabərdir. 5-ci tapşırıqda davam edək.
B1 mənfi 2 C3-5 nöqtələrində yerini dəyişdikdə alınan nöqtələrin koordinatlarını yazın və koordinat sistemində qeyd edin. Deməli, A variantında 2 vahid soladır. 2 vahid sola əgər gedirsə bu, deməli, x oxunu boyunca çıxılacaq. B1 mənfi 2 nöqtəsi keçəcək. 1-dən elə bir ki 2 çıxacaq. Olacaq B1 mənfi 1 mənfi 2 nöqtəsinə. C3 5 olacaq C1, yenə 2 vahid sola deyildiyinə görə x-ından 2 çıxacaq, 3-dən 2 çıxacaq, olacaq 1 5. D nöqtəsi mənfi 2 mənfi 6-dır. X-ından 2 çıxacaq, mənfi 2-dən 2 çıxanda edəcək mənfi 4 mənfi 6. İndi gəlin bu nöqtələri sizə koordinat sistemində göstərim. Deməli, B nöqtəmiz 1 mənfi 2-dir. X-imiz 1-dir. Y-imiz mənfi 2-dir. 1 mənfi 2 bu nöqtədir. B nöqtəsi. İndi bunu 2 vahid sola sürüşdürəndə olacaq B mənfi 1 mənfi 2. Mənfi 1 mənfi 2. Bura düşəcək B1. Həqiqətində görürsünüz ki, buradan bura 1 vahid damadırsa, buradan da bura 1 vahid dam olacaq. Digərinə baxaq. C3-5 nöqtəsi. X-imiz 3-dür, Y-imiz 5-dir. 3-5 nöqtəmiz burada. Bura C nöqtəmizdir. Digərdə olur 1-5 nöqtəsi. 1-5 nöqtəsi. 1-5 nöqtəmiz də burada. Bura olacaq C1. 2 vahid sola. Baxın, buradan 1-2 vahid sola gedir. Həqiqətən də şəkildə də biz bunu görə bilirik. D mənfi 2 mənfi 6 nöqtəsi. X-imiz mənfi 2-dir, Y-imiz də bura mənfi 6 qeyd etsək. Mənfi 2 mənfi 6 nöqtəsi burada D. Düşüb mənfi 4 mənfi 6-ya. Mənfi 4 mənfi 6 bura düşüb, bura D1 deyək. Həqiqətən də görürsünüz ki, D nöqtəsi ilə D1 nöqtəsinin arasında 2 vahid sola sürüşmə var. Keçək bunun 5-ci tapşırığın B variantına. Üç vahid sağa. Sağadsa deməli x-in üzərinə gələcək 3-ü. B nöqtəmiz 1 mənfi 2-dirsə, 3 vahid sağa gedəndə x-in üzərinə 3 gəlinəcək. Sağa sola x oxu boyuncadır, yuxarı aşağı y oxu boyuncadır. Olacaq B1 4 mənfi 2, C3 5 üzərinə 3 gələcək x-inin olacaq 6 5 və D mənfi 2 mənfi 6 üzərinə x-in 3 gələcək, olacaq D1 1 mənfi 6. İndi gəlin bunu sizə koordinat sistemində göstərin bu nöqtələrin yerini. B nöqtəmiz 1 mənfi 2, x-imiz 1-dir, y-imiz mənfi 2-dir. Bura B nöqtəsidir. Keçib 4 mənfi 2-yə, x-imiz 4, y-imiz mənfi 2-yə. Bura keçib B1-ə. Baxırıq ki, həqiqətən B nöqtəmiz 3 vahid sağa sürüşübmü? 1, 2, 3, bəli. 3 vahid sağa sürüşüb. C nöqtəsi 3, 5, x-imiz 3, y-imiz 5. Bura bizim C nöqtəmizdir. Keçib 6-5 nöqtəsinə. Buranı 6 qəbul edəcək. 6-5 nöqtəsi bura olacaq C1. Həqiqətən də C ilə C1 3 vahid C nöqtəmiz sağa sürüşüb.
D nöqtəmiz -2, -6. X-imiz -2, Y-imiz -6'dır. Bu nöqtə bizim D nöqtəmizdir. Keçib 1 -6'ya, 1 -6 bu nöqtəyə keçib. D1. 1, 2, 3 vahid sağa sürüşüb. Bunu da biz öz gözümüzdən görürük. Keçək 5-ci tapşırığın C bəndinə. C bəndində deyir ki, bir vahid yuxarı. Bir vahid yuxarı deyirsə, deməli Y-in üzərinə 1 gələcək. B, 1 -2 nöqtəmiz üzərinə Y-in üzərinə 1 gələcək. Keçəcək B1, 1 -1 nöqtəsinə. C, 3, 5 nöqtəmiz keçəcək. Y-in üzərinə 1 gələcək. 3, 6 nöqtəsinə. D, -2, -6 keçəcək. Bunun üzərinə 1 gələcək. -2, -5 nöqtəsinə keçəcək. İndi bunu sizə koordinat sistemində nöqtələri qeyd etməklə göstərim. B, 1 -2, 1 -2. Bura B'dir. Keçib 1 -1'ə. 1 -1 və bura. Olub B1. Görürsünüz, B nöqtəsi bir vahid neyiniyib? Yuxarı qalxıb. C, 3, 5. 3, 5. Bura C nöqtəsidir. Keçib 3, 6'ya. 3, 6'ya və bura. Olub C1. Həqiqətən də görürsünüz, bir vahid yuxarı qalxıb. D nöqtəsi -2, -6, -2, buranı -6 qeyd etsək, -2, -6. Bura D nöqtəsidir. Keçib -2, -5'ə. Bura keçib. D1. Görürsünüz, bir vahid nədir? Yuxarı qalxıb. Keçək 5-ci tapşırığının D variantına. Beş vahid aşağı. 5 vahid aşağı o demək ki, Y-dən 5 çıxacaq. B, 1 -2. Keçib B1, Y-dən 5 çıxanda edəcək 1 -7. C, 3, 5 nöqtəsi keçib, buradan da 5 çıxacaq, olacaq 3, 0. D, -2, -6 nöqtəmiz, buradan da 5 çıxacaq, olacaq -2, -11. B1 -2 nöqtəsi, 1 -2 nöqtəsi. Bura B nöqtəsidir. Olub 1 -7. -6, bu da olsun -7. 1 -7 bura olacaq B1. C, 3, 5 nöqtəsi. 3, 5 nöqtəsi. Bura C nöqtəsidir. Düşüb 3, 0'a. 3, 0 yəni bura. 5 vahid aşağı düşüb olub C1. D nöqtəsi -2, -6. -2, -6 nöqtəsi bu nöqtədir. Bura D nöqtəsidir. Düşüb -2, -11'ə. -7, -8, -9, -10, -11 də budur. Deməli, düşüb -2, -11'ə.
Burada olub D1 nöqtəsi. Görürsünüz, mənfi 6-dan mənfi 5-ə, yəni 5 vahid aşağı sürüşüb. 6-cı tapşırıqla davam edək. Bir fiqur digərindən necə alınıb? Simmetriya yoxsa yer dəyişmə nəticəsində? Uşaqlar, bu simmetriyadır. Çünki görürük ki, buradakı fiqurun burada nəyi yaranıb? Güzgüsü yaranıb. Bu simmetriya deyil. Bu simmetriyadır. Çünki yer dəyişmədə fiqur necə vardısa elə də olmalıydı. Təpə nöqtələri sadəcə yerin dəyişməli idi, eyni fiqur alınmalıydı. Bu simmetriyadır. B variantında uşaqlar bu yer dəyişmədir. Yer dəyişmə. Niyə? Çünki baxın, buradakı məsəl üçün 3, 1, 2, 3, 4 vahid düşüb aşağı. Bütün nöqtələr 1, 2, 3, 4 vahid düşüb. Bütün təpə nöqtələr 4 vahid düşüb aşağı. Bu yer dəyişmədir. Görürsünüz, buradakı paralleloqram necə varsa burada da yaranır. Amma C variantına baxsanız, görürsünüz, buradakı üçbucaqla buradakı üçbucaq ayrı-ayrı tərəflərə baxırlar. Deməli, bu nədir? Simmetriyadır. D nöqtəsi də yer dəyişmədir. Niyə? Çünki eyni üçbucaqlardır, təpə nöqtələri sadəcə yeri dəyişib. Yer dəyişməni hardan biləcəyik? Eyni fiqurun alınmağından. Görürük ki, bu tərəfdə də eyni fiqurdur. Amma biri birinin elə bil ki, digər yarısına oxşuyur. Ayrı tərəflərə baxırlar. Bu artıq simmetriya olacaq. Səhifə 116-cı tapşırıq, səhifə 116-dakı tapşırıqlarına davam edək. Koordinat sistemində verilən fiqurun yerini dəyişməyi ilə alınan fiquru çəkin. Qeyd olunan nöqtələrin yer dəyişmə nəticəsində alınan nöqtələrin koordinatlarını yazın. Dörd vahid sağa gedəcək bu fiqur. 4 vahid sağa. 1, 2, 3, 4. Bura oldu B1. 1, 2, 3, 4. Bu da oldu A1. Bu ikisini birləşdirirəm. Bu da oldu bizim AB1 xəttimiz. Koordinatlarına baxsaq əgər, A bəndində deməli oldu. A1-in koordinatları oldu 1, 1. B1-in koordinatları oldu 1, 3. Keçdik B bəndinə. 3 vahid aşağı. 3 vahid aşağı. C-dən 3 vahid düşürük aşağıya. 1, 2, 3. Bura oldu C. Y-dən 3 vahid düşürük aşağıya. 1, 2, 3. Bu oldu Y. D-dən 3 vahid düşürük aşağıya. 1, 2, 3. Burada oldu D. İndi bunu birləşdirək. Buna D1 deyək, buna Y1, buna C1. İndi bunların koordinatları lazımdır bizə. C1 olacaq. Görürük ki, mənfi 2, deməli 1, mənfi 2. Y1 olacaq 2, mənfi 2. D1 olacaq. Nəyin üzərindədir bu 2-nin? 2, 0. Keçdi C-yə. C bəndində bizə deyir 2 vahid yuxarı. F nöqtəsini 2 vahid yuxarı qaldıraq. 1, 2. Gəldi düşdü bura. F1. C nöqtəsini 2 vahid yuxarı qaldıraq. 1, 2. Burada oldu
C1. Bu nöqtələri indi biz nə edəcəyik? Birləşdirəcəyik. İndi bunun koordinatlarını yazmaq lazımdır. F1 olacaq -2 0 nöqtəsi. C1 olacaq x-i 3'dür, y-i də 3'dür. 3 nöqtəsi. Keçək D variantına. D variantında 5 vahid sola. Deməli, P-ni 5 vahid sola keçirdək. 1, 2, 3, 4, 5. Bura oldu P. K-ni 3 vahid sola. 1, 2, 3, 4, 5. Bura oldu K1. M-i 1, 2, 3, 4, 5. M1. N1, 2, 3, 4, 5. Bu da oldu N1. Şimdi bunları birləşdirək. Bu da oldu bizim figurumuz. P1 oldu -4, 1. M1 oldu -4, 3. K1 oldu -2, 1. N1 oldu -2, 3. 7-ci tapşırığı yazdıq. Keçək 8-ci tapşırığa. Lalə düzbucaqlı koordinat sistemində təsvir olunan paralleqramın yerini şaquli istiqamətdə dəyişdi. Nəticədə təpə nöqtələrindən biri -1, -2 nöqtəsinə düşdü. Lalə fiqurun yerini aşağı yoxsa yuxarı dəyişdirdi. O fiqurun yerini həmin istiqamətdə neçə vaat dəyişdirdi. Alınan fiquru koordinat sistemində çəkin və digər təpə nöqtələrin koordinatlarını yazın. Deməli, yerini dəyişəndə təpə nöqtələrindən biri -1, -2-yə düşüb. X-i -1, y-i -2. Bura düşübsə təpə nöqtələrindən biri. Deməli, bu aşağı düşüb də. Fiqur aşağı düşüb. O fiqurun yerini həmin istiqamətdə neçə vaat dəyişdirdi. Bu nöqtə görək hara gəlib çıxır. Bu nöqtə B nöqtəsinə gəlib çıxır. Görək B nöqtəsi neçə vaat aşağı düşürdü. Deməli, baxaq. 1, 2, 3, 4, 5 vaat aşağı düşür. O fiqurun yerini həmin istiqamətdə neçə vaat dəyişdirdi? 5 vahid. Alınan fiqurun koordinat sistemində çəkin və digər təpə nöqtələrin koordinatlarını yazın. Bu bilsin olsun koordinat sistemimiz. Deməli, A nöqtəmiz -2, -1-dədir, -2, 1-də. B-imiz -1, 3-dədir. C-imiz 3, 3-3-dədir. D-imiz də 2, 1-dədir, buradadır. Deməli, bizim şəklimiz belədir hal-hazırda. A, B, C, D. İndi hər birini 5 vaat aşağı düşürdək. A-nı 5 vaat aşağı düşürdək. 1, 2, 3, 4, 5 gəldi bura. Bura oldu A1. B-imiz 5 vaat aşağı düşdü. 1, 2, 3, 4, 5 vaat. Gəldi bura. C nöqtəmiz 5 vaat aşağı düşür. 1, bura oldu B1. 1, 2, 3, 4, 5. Bura oldu C1. D nöqtəmiz 1, 2, 3, 4, 5. Burada oldu D1. Şimdi gəlin bunları birləşdirək. Bu da bizim oldu həmin fiqur. Həmin fiqurun indi koordinatları lazımdır bizə. Onu da yazaq.
A1 oldu mənfi 2 mənfi 4. B1 oldu mənfi 1 mənfi 2. C1 oldu 3 mənfi 2. D1 oldu 2 mənfi 4. Keçək 9-cu tapşırığa. Doqquzuncu tapşırıqda bizə deyir ki, F fiqurundan Y fiqurunu almaq üçün düzgün addımlar hansı məhddə doğru verilib. Birinci addımda deyir ki, ordinat oxuna nəzərən simmetriya. Ordinat oxuna nəzərən simmetriya olsa, onda bu fiqur belə olmalıdır. Ordinat oxuna nəzərən simmetriya olanda belə olmalıdır. Və iki vahid yer dəyişmə. Yox, bu fiqurla bu fiqur yer dəyişmə deyil. Yer dəyişmə olsaydı burada da belə bir şey olmalıydı. Burada elə deyil. Deməli, A variantı deyil. B variantı 4 vahid sağa yer dəyişmə. 4 vahid sağa yer dəyişmə. Deməli, tutalım ki, bu nöqtə 1, bu nöqtə 1, 2, 3, 4 buradan çəkilib yer dəyişmə. Yer dəyişmə olsa bura düşəcək. Bu da 1, 2, 3, 4 bura düşəcək. Digəri də 1, 2, 3, 4 bura düşəcək. Bu fiqur belə olacaq. 4 vahid yer dəyişsə və absis oxuna simmetriya olsa, bu absis oxuna simmetriya olanda təpə nöqtələri gəlib bura düşməlidir. Amma görürsünüz, burada fərqlidir. Deməli, bu yanlışdır. B variantda yanlışdır. C variantı. Birinci addım 5 vahid sağa yer dəyişmə. Bu nöqtəni 5 vahid sağa gedək. 1, 2, 3, 4, 5. Bu nöqtəni 5 vahid 1, 2, 3, 4, 5. Bu nöqtə 1, 2, 3, 4, 5. Bizim fiqurumuz oldu belə. Hal-hazırda. 5 vahid sağa yer dəyişmədən sonra ikinci addım absis oxuna nəzərən simmetriya. Bəli, simmetriya olanda artıq bunu tərs olması lazımdır və burada da tərs göstərilib. Görürsünüzmü? Deməli, bizim doğru variantımız C variantıdır. Əziz izləyicilər, bununla da, bu mövzunun da izahına baxdıq. Əgər bizim dərslərimizə qoşulmaq istəsəniz, aşağıda şərh bölməsində nömrəmiz qeyd olunub. Videolarımızı bəyənib, kanalımıza abunə olmağı unutmayın. Hər birinizə uğurlar.